Müasir alimlərin hesablamalarına görə insan bədənindəki bütün iri, xırda və kapilyar damarların bir-birinə birləşdirilmiş ümumi uzunluğu təxminən 100 min kilometrdir. Bu, yer kürəsini 2 dəfədən çox dolaşacaq bir məsafədir. Amma insan bədənində bundan qat-qat kiçik olan heyrətamiz bir şey var. O da DNT-dir. DNT başa düşülən dildə deyildikdə insan orqanizmində olan bütün xüsusiyyətlər, göz, saç, boy, dəri, yəni hər şeyin məlumatı toplandığı informasiya bazasıdır. Alimlər bildirirlər ki, insanın bir ədəd hüceyrəsindəki DNT-ni açıb düz xətt halına gətirsək, onun uzunluğu təxminən 2 metr olar. Halbuki həmin DNT gözlə görünməyəcək qədər kiçik bir hüceyrənin içində yerləşir. İnsan bədənində isə trilyonlarla hüceyrə var. Bədəndəki bütün DNT-ləri bir yerə toplayıb açsaq, onların uzunluğu Günəş sistemini bir neçə dəfə dolanacaq qədər böyük bir uzunluq olar. Bütün bu məlumat və nəhəng uzunluq hüceyrənin içində son dərəcə dəqiq şəkildə yerləşdirilmişdir. DNT xüsusi şəkildə qatlanır və nizama salınır ki, həm az yer tutsun, həm də bədənin düzgün işləməsini təmin etsin. Bu qədər mürəkkəb, dəqiq və bir-biri ilə uyğun çalışan bir sistemin necə meydana gəlməsi səni düşündürübmü? Biz insanı ən gözəl biçimdə yaratdıq. Ət-Tin, yəni Əncir surəsi 4-cü ayə. Adi bir mobil telefonu gördükdə hər kəs bilir ki, onu ağıllı və bacarıqlı bir mühəndis hazırlayıb. Bəs bundan qat-qat mürəkkəb olan insan haqqında heç düşünmüsənmi? İnsanların bədəni, gözləri, beyni, ürəyi və içindəki saysız hesabsız sistemlər necə yaranıb? Bəs sən öz mürəkkəb yaradılışın haqqında düşünmüsənmi?